Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about some conjunctions in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Ve is and ve. Like mən çay və qəhvə sevirəm. Mən çay və qəhvə sevirəm. Mən çay və qəhvə sevirəm. Or mən çay və kofe sevirəm is I like tea and coffee. I like tea and coffee. Mən çay və qəhvə sevirəm. Həm də. Həm də. Like both and. Both and. Hem de. Both and. For example, bu yemək həm dadlı, həm də sağlamdır. Bu yemək həm dadlı, həm də sağlamdır. Bu yemək həm dadlı, həm də sağlamdır. Bu yemək həm dadlı, həm də sağlamdır means this food is both delicious and healthy. This food is both delicious and healthy. This food is both delicious and healthy. Bu yemək həm dadlı, həm də sağlamdır. Nə də is neither or nor. Neither nor is nə də. For example, nə qəhvə, nə çay içirəm. Nə qəhvə, nə çay içirəm. Nə qəhvə, nə çay içirəm. Nə kofe, nə çay içirəm. Means I drink neither coffee nor tea. I drink neither coffee nor tea. Yəni nə kofe içirəm, nə çay içirəm, nə də çay içirəm. Ya da is either or. Like ya kinoya gedək, ya da parka gedək. Ya kinoya gedək, ya parka gedək. Ya kinoya gedək, ya parka gedək. Ya kinoya gedək, ya da parka gedək. Means let's either go to the cinema or walk in the park. Let's either go to the cinema or walk in the park. Ya kinoya gedək, ya da parkda gezək. Ya kinoya gedək, ya da parkda gezək. Means let's either go to the cinema or walk in the park. Sonra amma, lakin, ancaq, fəqət. Amma, ancaq, lakin, fəqət. Amma, ancaq, lakin, fəqət. Amma, ancaq, lakin, fəqət. Amma, ancaq, lakin, fəqət. Means all, means but or however. But, usually but. Amma, ancaq, lakin, fəqət. Means but. Mən çox yorğunam, amma işləməliyəm. Mən çox yorğunam, amma işləməliyəm. Mən çox yorğunam, lakin işləməliyəm. Mən çox yorğunam, ancaq işləməliyəm. Mən çox yorğunam, fəqət işləməliyəm. Means like I'm very tired, but I have to work. I'm very tired, but I have to work. Means mən çox yorğunam, amma işləməliyəm. Sonra çünki ona görə ki. Çünki ona görə ki. Çünki ona görə ki. Means because. Because. Like mən evdə qaldım çünki yağış yağırdı. Mən evdə qaldım çünki. Çünki yağış yağırdı. Mən evdə qaldım ona görə ki yağış yağırdı. Mən evdə qaldım ona görə ki yağış yağırdı.
or mən evdə qaldım çünki yağış yağırdı means I stayed home because it was raining. I stayed home because it was raining. Sonra ona görə də, buna görə də, or ona görə, buna görə is therefore or that's why. That's why or therefore. Ona görə də, buna görə də, or ona görə, buna görə. O xəstədir, ona görə dərsə gəlmədi. O xəstədir, ona görə dərsə gəlmədi. O xəstədir, ona görə də dərsə gəlmədi. Or o xəstədir, buna görə də dərsə gəlmədi means like she or he is sick. That's why she or he didn't come to class. Didn't come to class. But she is sick. That's why she didn't come to class. She didn't come to class. O xəstədir. Buna görə də dərsə gəlmədi. O xəstədir. Ona görə də dərsə gəlmədi. Deməli, beləliklə. Deməli, beləliklə. Deməli, beləliklə means so. So. Deməli və beləliklə. For example, sən çox çalışmısan, deməli yaxşı nəticə alacaqsan. Sən çox çalışmısan, deməli yaxşı nəticə alacaqsan. Sən çox çalışmısan, deməli yaxşı nəticə alacaqsan. Və yaxud sən çox çalışmısan, beləliklə yaxşı nəticə alacaqsan. Means you have worked hard. You have worked hard, so you will get a good result or good score. Maybe. You have worked hard, so you will get a good result. Yəni, sən çox çalışmısan, deməli, yaxşı nəticə alacaqsan. You have worked hard, so you will get a good result. Əgər or əgər ki. Əgər ki. Means if. Əgər hava yaxşı olsa, piknikə gedəcəyik. 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 Means if the weather is good, we will go on a picnic. We will go on a picnic. Means if the weather is good. We will go on a picnic. Əgər hava yaxşı olsa, piknikə gedəcəyik. Əgər hava yaxşı olsa, piknikə gedəcəyik. If the weather is good, we will go on a picnic. Yoxsa. Yoxsa is otherwise. Otherwise means otherwise. For example, tələs, yoxsa avtobusu qaçıracaqsan. Tələs, yoxsa avtobusu qaçıracaqsan. Tələs, yoxsa avtobusu qaçıracaqsan. Means hurry up, otherwise you will miss the bus. Hurry up, tələs. Hurry up, tələs, yoxsa avtobusu qaçıracaqsan. Hurry up, otherwise you will miss the bus. You will miss the bus. Avtobusu qaçıracaqsan. Nə zaman və haçan. Nə zaman, haçan. Nə zaman, haçan. Nə zaman, haçan means like when. When. Nə zaman, haçan. For example, nə zaman gəlirsən? Nə zaman gəlirsən? Nə zaman gəlirsən? Nə zaman gəlirsən? Or haçan gəlirsən? Haçan gəlirsən? Means when are you coming? When are you coming? When are you coming? Nə zaman gəlir? And that's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun.
Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I'm going to show you how to the expressions there is and there are work in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Let's get started. For singular things, there is a book on the table. Masanın üstünde bir kitap var. 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 Otaqda bir nəfər var. Otaqda bir nəfər var. Otaqda bir nəfər var. It means there is one person in the room. There is one person in the room. Çantamda pul var. Çantamda pul var. Çantamda pul var. It means there is money in my bag. There is money in my bag. There is money in my bag. Parkta büyük bir ağaç var. Parkta büyük bir ağaç var. Parkta büyük bir ağaç var. It means there is a big tree in the park. There is a big tree in the park. Mənim sualım var. Mənim sualım var. Mənim sualım var. It means I have a question. I have a question. For plural things, like there are, rəfdə çoxlu kitablar var. Rəfdə çoxlu kitablar var. Rəfdə çoxlu kitablar var. There are many books on the shelf. There are many books on the shelf. Bağçada güllər var. Bağçada güllər var. Bağçada güllər var. There are flowers in the garden. There are flowers in the garden. Küçədə çox insan var. Küçədə çox insan var. Küçədə çox insan var. There are many people on the street. There are many people on the street. Küçədə çox insan var. Negative form. Like there is not or there are not. For example, masanın üstündə kitab yoxdur. Masanın üstündə kitab yoxdur. Masanın üstündə kitab yoxdur. There is not a book on the table. There is not a book on the table. Otaqda heç kim yoxdur. Otaqda heç kim yoxdur. Otaqda heç kim yoxdur. It means there is no one in the room. There is no one in the room. There is no one in the room. Çantamda pul yoxdur. Çantamda pul yoxdur. Çantamda pul yoxdur. It means there is not any money in my bag. There is not any money in my bag. There is not any money in my bag. Küçədə insan yoxdur. Və yaxud küçədə çox insan yoxdur. Küçədə çox insan yoxdur. Küçədə çox insan yoxdur. It means there are not many people on the street. There are not many people on the street. Küçədə çox insan yoxdur. And that's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.